Bu ilin aprel ayında Azərbaycandan xarici bazarlara 11,1 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib. Dövr ərzində ixrac olunan məhsulun dəyəri ötən ilin aprel ayı ilə müqayisədə 5 dəfə artıb. Təsərrüfatçılar isə deyir ki, əgər hava imkan versəydi, göstəricilər daha çox olardı. Əməkdaşlarımız çiyələk sahələrində olublar. Ətraflı növbəti süjetimizdə. Cəlilabad fermerləri daha tez məhsul əldə etmək və bazara erkən çıxmaq məqsədi ilə son illərdə çiyələyin örtük altında yetişdirilməsinə daha çox üstünlük verirlər. Bu üsul sayəsində məhsul artıq bazarlara çıxarılaraq həm yerli, həm də xarici bazarlarda yüksək qiymətə satılır. Hal-hazırda yığımımız davam edir, 2 ay yaxındır. Bizim məhsulumuz daxili bazarlara gedir, bir də ki Rusiyanın şəhərlərinə, Ukrayna, bir də Qazaxıstana ixrac olunur. Mövsümün əvvəlində nübar çiyələyin 1 kiloqramı 4 manatdan təklif olunsa da, açıq sahələrdə yetişən məhsulun bazara çıxması ilə qiymətlər tədricən enərək 2 manat ətrafında sabitləşib. Gündəlik gəldik, özüm Qubadanam, Cəlilabad zonasından malı aparıq paytaxta. Deməli, biz veririk malı ən çox marketlərə, korpuslara. Bu il hava şəraitinin yağıntılı keçməsi təsərrüfat sahibləri üçün müəyyən çətinliklər də yaradıb. Xüsusilə alaqotların sürətlə artması örtük altındakı əkin sahələrində əlavə qulluq və xərc tələb edib. Açıq sahələrdə isə... Açıq sahələrdə də hal-hazırda may ayından yığım başlanılıbdır. Bu havaların rütubətli, yağıntılı keçməsi açıq sahələrə çox mənfi təsir edib də. Sürümə gedir, çiyələyə yağış dəydi, su dəydi. Çiyələyə ixrac üçün alınmır. Ancaq daxili bazarlara gedir o. Hazırda Cəlilabada yetişdirilən çiyələk təkcə ölkə bazarlarına deyil, xarici ölkələrə də ixrac olunur. Rayonda soyuducu anbarların sayının artması məhsulun daha uzun müddət saxlanılmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradıb. Mütəxəssislərin fikrincə bu amil gələcəkdə ixrac həcmlərinin daha da artmasına töhfə verəcək. Qeyd edək ki, ötən ilin eyni dövründə 2,2 milyon Amerika Birləşmiş Ştatları dollarlıq çiyələk ixrac edilmişdi. Cari ilin ilk 4 ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib. Yaqub Mehdoğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Spice xəbər.